Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun kafirlərin canını zorla alanlara. And olsun möminlərin canını rahatlıqla alanlara. And olsun göydə üzdükcə üzənlərə. And olsun ötdükcə ötənlərə. And olsun buyruqları yerinə yetirənlərə. O gün lərziyə gələn lərzələnəcək, onun ardınca təkrar lərzələnəcək. Həmən gün qəlblər qorxudan tir-tir əsəcək. Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq. Onlar deyirlər, yəni biz yenidən bundan qabaqki halımıza döndəriləcəyik, sümüklərimiz çürüdükdən sonra. Onlar dedilər, belə olduğu halda bu zərərli bir qayıdışdır. O surun üfürülməsi təkcə qorxunc bir səsdir. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar. Musanın hadisəsi sənə yetişdimi? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi, Fironun yanına yollan, o həddini çox aşmışdır. De ki, günahlardan xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldinmi ki, ondan qorxub çəkinəsən? Musa ən böyük möcüzəni Firona göstərdi. O isə haqqı yalan sayıb asi oldu. Sonra da üz döndərib fəsad törətməyə girişdi. O cəmaatını toplayıb, onlara hündür səslə müraciət edərək dedi, sizin ən uca Rəbbiniz mənəm. Belə olduqda, Allah da onu dünya və axirət əzabı ilə yaxaladı. Həqiqətən bunda Allahdan qorxanlardan ötürü işarə var. Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi. Gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötürüdür. Ən böyük fəlakətin gəldiyi zaman, o gün insan törətdiklərini xatırlayacaqdır. Cəhənnəm isə hər görmə qabiliyyəti olan adamlara göstəriləcəkdir. Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən cənnət onun məskəni olacaq. Səndən o saat barəsində o nə vaxt qopacaq deyə soruşurlar. Axı sən onu haradan biləsən? Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən. Onlar qiyaməti gördükləri an, dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər.